Çempionlar Ligasının finalından sonra belə deyək, zarafata çevrildi ki, Gürcü oynayır, Erməni oynayır, Rus oynayır, Azərbaycan, İranlı oynayır. Türklərin bütün belə deyək, qonşu dövlətlərdən var. Bizim ömrümüz sizdə nə vaxtda bir Azərbaycanın futbolunu oldu görməyə yetəcək yoxdur? Yetəcək, amma işlər düzgün qaydasında getsə. Yəni bugün onların finalda olub, bizim finalda olmaması zamanında buraxdığımız müəyyən səhvlərin nəticəsidir. İndi mən sizə bir sual verim. Son bizim elit raunda çıxan yaş qrupumuz U19'umuz olub. Xeyr. Toral Bayramovgilin vaxtında çox maraqlı fakt sizə qeyd edeyim. Gürcüstanda keçirilən elit raund idi. Səhv eləmirəmsə 2017 və ya 2018-ci il idi. Son həlledici oyun Gürcüstanda keçirilir. Son həlledici oyun Azərbaycan və Gürcüstan milləri arasındaydı. Biz qalib gəldik 2-1 və elit raunda düşdük. Həmin heyətdə Kvaratskhelia ilə 90 dəqiqə meydanda olub. Biz o yaş dönəmlərində vaxt olub ki, hamı ilə başa-baş mübarizə aparmışıq. Amma indi onlar Çempionlar Ligası finalında oynayır, biz Azərbaycan çempionundan kənara çıxa bilmirik. Bizdə kim deyir ki, Azərbaycanda futbolçu yoxdur, o düşünürəm ki, Azərbaycan futbolunun düşmənidir. Azərbaycan futbolunu sevməyəndir. Azərbaycan futbolunda həmişə futbolçular olub. Yunus Hüseynovlar, Vidadi Rzayevlar, Tərlan Əhmədovlar, Zaur Tağzadələr, Qurban Qurbanovlar, Samir Əliyevlər. Bugün o futbolçuların Avropa meydanında onların bu dəqiqə 1 milyon, 2 milyon qiymətlər olan futbolçulardır. Bizdə həmişə futbolçu olub. Futbolçu da yetişib. Amma onları inkişaf etdirmək lazımdır. Bugün Avropada futbolçular bir cür inkişaf etdirilir. Bizdə bambaşqa cür. Yəni, oraları biz təhlil eləsək, İnşallah ki, ümidvaram ki, indi görülən işlərin biz dərhal bəhrəsini görə bilməliyik. Bundan sonra 3 il sonra, 4 il sonra, 5 il sonra biz onun bəhrəsini görəcəyik. Bizdə futbolçu var. Kim deyir ki, bizdə futbolçu yoxdur? Bir daha təkrar edirəm, Azərbaycan futbolunu düşməlidir. Biz qollarımızı çırmalasaq, hamı ərəzişi ilə məşğul olsa, peşəkar səviyyədə, düzgün səviyyədə, biz illər sonra, demirəm 2 il sonra, 3 il sonra, 8 il sonra, 9 il sonra, 10 il sonra bizim də futbolçularımız Avropada çıxış edəcək, amma işlər düzgün getsə. Onu biz bugün burada mətbuat konferansında müzakirə edilməliyik. Biz onu qollarımızı çırmalamalıyıq. Aşağı yaş qruplarında uşaqlarımız futbolçuların üzərində düzgün iş aparmalıyıq. Ondan sonra mı olacaq? Niyə yoxdur istedadlı futbolçu bizdə? Xəyal çıxdı da indi. Qısa bir zaman ərzində xəyal eləyir kimi futbolçu çıxdı Azərbaycan futboluna. Amma hamımız düşünürdük ki, nəsil kəsildi, bundan sonra artıq futbolçu çıxmayacaq. Elvin çıxıb, Toral çıxıb, son nəsildən danışıram mən. Musa çıxıb, Nərman çıxıb. Yoxdur bizdə futbolçu. Niyə yoxdur? Hamısına da Avropadan müzakirə təklif var. Deməli, düzgün işlər görsək, düzgün futbolçuların üzərində işləsək, mən sizi inandırım, sayca istedadlı futbolçular Gürcüstandan daha çoxdur, Ermənistandan daha çoxdur. Sayca bizdə daha çox olur. Amma onları düzgün inkişaf etdirsən, düzgün iş getsə. Sual verin. Danışırıq uzun alırıq. Düzgün inkişaf nədir? Düzgün inkişaf uzun məsələdir. Aşağı yaş qruplardan başlamalıdır. Meydançalar, yaxşı bacarıqlı futbolçular yetişdirəcək məşqçilər, məşqçilərə yaradılacaq şərait. Yəni, məşqçilər evində fikir, stres çəkməməlidir ki, bugün mənim evdə balalarım nə yiyir, nə inir. Yəni, rahat bütün fikrini, bütün zikrini o işlərə verməlidir. Yəni, yavaş-yavaş bu şeylər ondan sonra düzələcək. Yəni, cürəbəzir yolları var, metodları var. Bugün biz də indi yenə təkrarçılıq olmasın, eşidirik, federal yeni rəhbəri o yöndə bir çox işlər görür, hazırlıqlar görür və yaxın gələcəkdə düşünürəm artıq o işlərin icrası başlayacaq və icrası başlayandan sonra 5 il, 6 il, 7 il sonra biz onun bəhrəsini görəcəyik inşallah. Amma bugün çətin. Yəni, heyf bizim istedadlı futbolçularımızdan, çox heyf. Yəni, bu dəqiqə sadalasaq, 50 dənə, son 10 illikdə 50 dənə çox istedadlı futbolçu sadalayarıq sizə ki, hər biri Avropada oynamağa malik idi. Sadəcə olaraq bəzi şeylər doğru görülmədi, doğru işlər getmədi deyə bugün onun fəsadlarını çəkirik.